xahiş edirəm, telefonları səssiz alın, çıxışları müalicəni törətməsin ilk öncə. Azərbaycan çıraqların yol yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolum haqdır, gözüm toxdur millətin, həqiqətən ölüm yoxdur millətin. Üzərindən qara yerlər əsməsin, ana yurdum, Azərbaycan illəri qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmim, ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın, Azərbaycan bayrağı, dalğalansın, Türk Turan bayrağı. Azərbaycanın işqanı xalq şairi Mirvari Dilbazi. Əziz təbrik iştirakçılar, Neftçilanlar, bizə doğma deyən, müqəddəs deyən, hər birinizi Mirvari Dilbazi Poeziya Məclisə salamlayıram. Bugün 2-ci Kəlağayı Festivalı, Kəlağayı günləri 2025 layihəsi çərçivəsində Neftçala rayonundayıq. Tədbirin araya ərsəyə gəlməsi üçün Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidova və bütün zəhməti keçən əməkdaşlara və bu məkan üçün Aytəkin Mahmudovaya və sizin hər birinizə, xüsusən də şəhid analarımıza təşəkkürümü bildirirəm. Biz Mirvari Dilbazi Poeziya Məclisində Kəlağayı muzeyi yaratmışıq. Gördüyünüz kimi bu qədimi Kəlağayların hərəsi bir sandıqdan bizə ərmağan olunub, qorunub saxlanılan Kəlağaylardır. Bunun qorunduğu qədər də, saxlandığı qədər də təbliğatı belə göstərilməli, təbliğ olunmağı vacibdir. Ona görə də biz neçə illərdir biz bu azə-vəziyyətlə bu Kəlağaylarımızı təbliğ edirik. Kəlağayı haqqında bir neçə kitablar çıxartmışıq, araya gətirmişik. Babamın Papağı Nənəmin Kəlağayısı kitabı milli dəyərlərimizdən bəhs edir. Bu yaxınlarda 26 noyabr Azərbaycan Kəlağayısı günündə müəllifi Güllevlər Tumarlı Kəlağayı bayramı 26 noyabr Azərbaycan Kəlağayısı gününə töhfədir və keçmişdən gələcək sabaha yol Kəlağayı kitabı Brilliant Atəşin müəllif buradadır. Kitablarının təqdimatı günüdür və milli dəyərlərimizi beləcə təbliğ edirik. Məqsədimiz bütün bölgələrdə bu tədbiri keçirməkdir. Biz Sankt-Peterburgda, Moskvada, Gürcüstanda, Gürcüstanın Tbilisi şəhərində, Rustav şəhərində, bölgələrində Azərbaycanlıların kompakt yaşadıkları yerlərdə bu tədbirləri qeyd etmişik. Neftçalanı da canı könüldən seçdim ki, mütləq bura bizim əzizimiz, şair, əməkdar mədəniyyət işçisi Narın Çıxartının yurdudur. Ondan uğruna keçən şəhidlərimizin əziz xatirəsini bir də gəlib tutulmasını Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin canından keçənlər. Dövlət ölümü səsləndirilsin. Azərbaycan möhtəşəm bir səsin, əysilməsin üstümüzdən nəfəsin, bu torpağa vətən deyən hər kəsin, şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqam, gəlib çatdı gözlənilən bu xoşam, bu torpağa igid doğan, ər doğan, şəhid analarını,
əllərindən öpürəm. Var olmasın sizi, şəhid anaları, çox var olun, minnətdaram. Sözü Neftçala rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai, siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Səidə Rızayevaya verirəm və bu arada da təşəkkürümü bildirirəm, çox böyük zəhmət çəkdi bu tədbirin arayasıya gəlməsi üçün. Buyurun Səidə xanım. Çox sağ olun. Çox sağ olun. Hörmətli iştirakçılar, əziz qonaqlar, dəyərli şəhid ailələri, hər birinizi Neftçala rayon İcra Hakimiyyəti adından salamlayıram və dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Bugün biz burada Azərbaycan mədəniyyətinin ən dəyərli, mənalı rəmzlərindən biri olan Kəlağaya həsr olunmuş tədbirdə bir araya gəlmişik. Kəlağay bizim üçün təkcə bir ipak parçadan ibarət deyil. Kəlağayı bizim qadınların zərifliyini, adət-ənənələrə bağlılığını, müxtəlif bölgələrin rənglərini özündə əks etdirən milli mədəni irsimizdir. Müxtəlif dövrlərdə müxtəlif ustad sənətkarların əllərində formalaşan bu Kəlağayı hər naxışı, hər bukası bir mədəniyyət daşıyıcısıdır. Eyni zamanda Respublikamızda da Kəlağayı ilə bağlı müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Bu yolda əvəzsiz xidmətlər olan bir maarif ifadə poeziya məclisi öz əlinizdə sahib qalaraq Respublikamızın müxtəlif bölgələrində Kəlağayı bayramları təşkil edir. Növbəti silsilə tədbiri Neftçala rayonunda keçirilməsi bugün Neftçala rayonu ev sahibliyi edir və biz çox bundan məmnunluq duyuruq və Neftçala rayonundan xoş gəlmisiniz deyirik. Gönül xanımlar və komandasına. Biz inanırıq ki, bu cür tədbirlər gələcək nəsillərin milli mədəni irsimizdə olan marağını artıracaq və Kəlağaya sənətinin inkişafına, tanınmasına böyük tövbə verəcək. Çox sağ olun. Təşəkkür edirəm Səidə xanım. İndi isə sözüm Neftçala rayon inteqrasiya təlimi internat tipli gimnaziyanın rəhbəri Aytəkin Mahmudovaya verirəm. Buyurun Aytəkin xanım. Mən də dəyərli qonaqlarımızı, dəyərli tədbir iştirakçılarımızı, hər birinizi ürəkdən salamlayıram və gimnaziyanın kollektivi adından, istər şahid kollektivi, istər müəllim pedagog kollektivi adından hər birinizi salamlayıram. Bir daha xoş gəlmişsiniz deyirəm. Həqiqətən də məramlı mövzudur. İkinci Kəlağay festivalı, belə deyək, nənələrimizi, xanımlarımızın, analarımızın baş örtüyü olan Kəlağayın özündə böyük bir hikmət var, məna var. Hətta onların cürbəcür burada arhamiddə naxışlar var. Bu bir Azərbaycan mədəniyyətidir, bu Azərbaycan bizə sənətidir, bu bizim folklorumuzdur, tariximizdir və çox sağ olun ki, bu dəyərli mövzu ilə bugün aktual, hər də aktual mövzu ilə bugün qonağımızsınız. Ona görə bir daha bizi o anları qaytardığınız üçün təşəkkür edirəm. Xoş gəlmişsiniz. Məndən öncə Gürcüstanın Şərəf ordeninin şairi, sazın sözün tutası təşkilatının rəhbəri, folklorumuzun çox gözəl təmsilçisi, bilicisi Səadət xanım tutanı sizə təqdim etmək istəyirəm. 15-16 kitab məlumatı, kitabların bugün mənim günlərin kitabıdır. Bura təqdim edəcəkdir. Səadət xanım Neftçaladan dünyaya göz açanda oradan deyərdim ki, bütün Türk dünyasına boy göstərən, Azərbaycanın Borçalını, Dərbəndi, hətta Göyçəni qarış-qarış gəzən Narınc xanımla bərabər Aşıq Nəriməsini yaradıqlar və buraları qoşa gəzirlər. Səadət xanım, Allah sizdən razı olsun. Zəhmət çəkib yaşınızın, yaradıcınızın bu milli çağında, bu milli dəyərlərimizin təbliğatı yolunda böyük işlər görürsünüz. Neftçala cəmaatı, sizi xoş gördük. Ben bu Neftçalanın dönə-dönə qonaq olmuşum. Bu xalqda mehribanlıq, yüksək mədəniyyət, etik olmuşam. O qədər bağlanmışam ki, 40 il Narınc xanımla bizim dostluğumuz olur. Və bəlkə də hər ay mən bu benim qonaq olmuşam. Dillər də, ellər də bələndir bana. Azərbaycanımın cənnət küşəsi, görüm şen ol səni, ay Neftçala. Neftçala gözəl yerdir, Allah şen eləsin. Qarşıdan bayramımız gəlir, bayramımız mübarək olsun. Analar bir də şəhid verməsin, şəhid analarının qarşısında baş əyirəm. O ağrı bana o qədər tanışdı ki, heç bir ana bala itirməsin.
Qazilərimizə can sağlığı, şəhidlərimizin ruhu şad olsun. Ona görə ki, onların qanı yerdə qalmadı, torpaqlarımız alındı. Biz qalib bir ölkənin evlatları olduq. Çox şükür. Gülür xanım, çox sağ ol. Bugün sən məni gəldin Neftçalıya, neçə ildən sonra. Mən Nar Şatının qəbrini ziyarət elədim. Kalağı bizim milli ədasımız, ənənəmizdir. Biz heç vaxt Avropa ola bilmərik. Bizim özümüzün ədətimiz var, ənənəmiz var. Hardansa yaşayıb götürə bilərik əməyi, Avropa ola bilmərik. Bizdə olan milli dəyərlər heç bir yerdir. Kalağı bir anan ortaya salanda qan davası dayanırdı. O qədər böyüklüyümüz var. Çox sağ ol Güllü xanım. Güllü xanım dünyada bəlkə bir güllü var. Ancaq Qazan bəlli güllüsüdür. Paxtamalı bir yerdə durmur, vətən aşırıdır, el aşırıdır, el yaraşırıdır. Mənim ona böyük hörmətim var, ona görə ki, Nar Şatın da belə qadındır. İstər qadın olur, istər kişi olur, kim olursa olur, əgər ömrümü ömür kimi yaşamadınsa, səndən sonra heç bir tamasıdır. Ona görə Güllü xanım sizə minnətdaram. Anam Azərbaycan, hər vaxt Bugün Azərbaycan xanımlarının, xanımlığının gözəl bir tərənnümü timsalıdır Səadətdə. Əziz qızlarımız, bax, nənələrimiz belə olubdur. Ulu nənələrimizin İsmət örpəyi, nişanlı qızların İsmət örpəyi, qanqada yatıran qeyrət örpəyidir Səadətdə. Ona görə də milli dəyərlərimizdən uzaqlaşmaq lazım deyil. Azərbaycan qızları, bu anaları, bacıları, qız gəlinləri, anaların bu vətənin ağ gününü sərgiləyən bu tədbirləri ki var. Analar gəlib o tədbirlərdə bizi dinləyir, musiqini dinləyir, şiirləri dinləyir. Bu doğrudan da anaların hünərindən, ucalığından, qürurundan xəbər verir. Bax, mərdi bu yöndə deyirlər ki, mərd ana doğar. Bax, belə qeyrətli, qürurlu anaların oğlu vətəni dar gündə, darda qoymadı, qanlarından, canlarından keçdi. Şəhid Elşən Xankişiyevin anası Ayda xanım Xankişiyeva. Evin bir oğlu, Elin hanım. Görün, ailənin bir balası vətən yolunda canından keçib. Yəni, nə deməkdir bu? O qədər ağırlıdır. Bir var şəhid, bir var məzarsız şəhid. Məzarsız şəhid daha çox ağırlıdır. Şəhid ailələrinin yenə o hardasa bir ümidi, o birisi oğlu, o birisi qızı varsa, o bir dərddir. Ancaq bir övladın olsun, onu da vətən yolunda qurban bir, neçə-neçə Azərbaycanda belə ailələr var. Mən elə bildim, belə ailələr fərqdir. Ancaq bölgələrimizi qarış-qarış görəndə, gəzəndə doğrudan baxıram ki, bəlkə belə ailələr nə onlar, nə yüzlərdir. Yüzlərlə dəqiq var. Mən şəhid ailəsi evində oldum, Nailə xanım evində bir oğlu Rəşad, tək ananın bir oğlu. Və dedim, bu şəhid ailələrinə bizim hər birimizin beşikdən məzaracan, dünyaya göz açdığımızdan və dünyaya göz yumduğumuz məqama qədər borcumuz var bu ailələrə, şəhidlərimizə. Siz şəhid analısınız, mən deyirəm ki, Allah sizə dözüm verəcəkdir. Livarın divazı yazır ki, ağlıma gəlir qızım ağlama. Sil gözün yaşını, gözüm ağlama, gəlim ağlama, qızım ağlama. Dərddən güclər dərdəyə bilməz, ana. Dərddən güclüsünüz, ana. Dərddən güclüsünüz. Sizlər dərd heç vaxt əyməsin və əyilməz. Mir Möhsün Əhmədov. Şəhidimiz anası Arzu Əliyeva. Əllərinizdən öpürəm canım, könlünüzdən öpürəm. Rafael Fətullayevin anası Fəxriyə Fətullayeva. Əllərinizdən öpürəm anam. Məhəmməd Kərimin anası Gülşən Kərimova. Və mən gələndə maraqlandım. Soruşdum Səidə xanımdan, Səidə xanım, şəhid anaları varmı, gəlib dedi, gəlibdir. Və hətta maraqlandım ki, bu şəhidlərimiz necə öldürdülər, necə dedi ki,
subaylar da var. Mən də içində hansılığı sonra 4 də subaylar, 4'ü də subay. Bax, mənim əzizlər, görün nə demək. Bax, vətən bu anaların arzularının içində xoşbəxtliklər. Vətən bu anaların göz yaşlarının içində xoşbəxtlik tapıb, görün nə deməkdir mənim əzizlərim. Bu şəhid analarına biz nə qədər desək, nə desək, o qədər çətindir danışmaq. Mən şəhid analarını orada dəvət etmək istəmirəm. Özlərinin yanına gələcəm bir. Və hərəsindən bir kəlmə heç olmasa, ya bir məsləhətmi, ya bir tövsiyə verir. İnanın, o qədər çətinlik çəkirlər danışmağa ki, bu analar, yəni o nənələrin ağırlığı, qismətli, Allah bu analardadır. Deməli, Naxçıvanda Ulu Öndərin Yusuf'un həsb olmuş kitabın təbliğatını keçirir. Elə bu kitabda. Mirvarid Dilbazinin Ulu Öndərə həsb etdiyi şeirlərdən ibarət kitabdır. Hansı Qurban oynaması Yaman xanımın evində qaldım. Evin tək oğludur. Özü də subay. Mən bu kitaba ad verəni heç düşünmədim. Neysə, xoşum gəldi vətən oğlum olmasın. Mirvarid Dilbazinin Ulu Öndərə yazmışdır. Siz inanırsınız. Orada ana nə demişlər? Ana dedi ki, məhtəl qaldım Azərbaycan xalqının qüdrətinə. Dedim, mən olsuz, olsam da olar. Tək vətən olsuz olmasın. İndi tək olan anam, sizsiniz. Mənim anam. Bax, mən bu kitabı sizə təqdim edirəm. Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərdən ibarət kitabdır. Və bugün Mirvarid Dilbazinin adı yaşayır. Yazır ki, bugün özümlə danışanların nəsil sabah şəklimlə danışacaq. Bugün Mirvarid Dilbazinin şəkli olacaq. Bu əhədi də değişər. Sizin övladlarınız, onların bizə şəkli qaldı, onların bizlərə adı qaldı. Ancaq o əbədi bir hükəm kimi hamısının yadında qaldı. Bu kitab sizin. Sadət xanım, siz kitabınızı şəhid analarını bizə gəlin. Mənim adım. Brilliant xanım, siz də gəlin. Kitablarınızı hər bir şəhid analarını bizdən hədiyyə olaraq verin. Kitabları təqdim edin. Mən çəkilmişim. Ver, kime istəyirsən? Çəksin. Sadət aşağı yanalarını söyləyir danışsın. Mən mahnı oxuyan deyirəm, ancaq şəhid alanı söyləyir.
hər zaman belə ayaq üstə qarşılanmalı. Var olun, təşəkkür edirəm. Şəhid anaları, vətənin sərhədidir. Vətən sizdən başlayır. Sizin qarşınızda söz demək o qədər çətindir ki, tək onu deyə bilərəm. Şəhidlərimizin əbədi yaşarlığı sizin təsəlliniz olsun. Bax, bu zalı görürsünüz. İnsan ömrü nə qədərdir? 70, 80, 100 il. Biz bir zaman olmayacağıq. Əsrlər, nəsillər buranı əvəz edəcəkdir. Və bu məkanda, belə məkanlarda hər zaman sizin övladlarınız xatırlanacaqdır, yaşayacaqdır. Vallahi, bu dünyada ölü bizik, diri şəhidlərimizdir, Peyğəmbər məqamındadır. Təşəkkür edirəm. Sözünüz varsa buyurun deyə bilərsiniz. Əyləşim, çox sağ olun, minnətdarım var olun. Çox sağ olun, Təqdimimiz davam edir. İndi isə sözü mən vermək istəyirəm. Azərbaycan Yaşlılar Birliyinin üzvü, Neftçala ziyalımız, əzizimiz, dəyərimiz Etibar Əbilova. Buyursun Etibar mənim. Xoş görüb istəyirsinizlər. Neftçalada. Hörmətli qonaqlar, çətinliyə danışmaq, bir sürəyyə çətinliyi, şəhid mövzusu o qədər müqəddəsdir. Mən bu təqdimatı gələndə birinci Dilbari Dilbazın adını işlədim. Dilbazın adını işlədə mən həmin dəqiqə siz də gəlmişdim. Həmin ki, mən hökmən işlərə gələcəm. Bilirsiniz, Kələbəyin dəyəri, Atölürtüzə, bir də o dəyərdən kimi insanlar var. Dilbazı özülə bir dəyər var. Dilbazı dəyəri. Dilbazı əfsanəli bir şeydir. Və mən Azərbaycanda, Neftçalada o yaşadılanlardan bilirəm ki, Dilbazını şəxsən görmüşəm. 1973-cü ildir. Məktəb yox idi. Mən bilirəm ki, məktəb olsa məktəb olardı. Səhər gəldim, gördüm. Bana Qurengəş gəldi. Qurengəşdə 2 nəfər oturub. Mən onların ikisini tanıdım. Biri Dilbari Dilbazı idi, əfsanəli Dilbari Dilbazı. Biri də Xalidə Taşıma. Sözüm onda yox. O mənə Dilbari Dilbazı idi. Həmin gün bir avtoqraf yazdı. Mən onda 12-11 yaşımda. Siz təsəvvür edin. O avtoqrafı işimi oxumayam və təəssüf ki, onun dili kimi ola bilməz. Siz təsəvvür edin ki, bu adamlar, Dilbari Dilbazı kimi adamlar hansı əxlaqın, hansı düşüncənin, hansı məfkurən yiyəsi olurlar ki, bunlar 10 yaşını qoşana bunu arzulaya bilirlər. Yaz vəzifim Etibar, sən bir anadan doğulursan. Minlərlə ananın oğlu olsun, səni anan kimi sevsin vətən, gələcək kişi olur. Demək, bu, böyük bir şairin kiçik bir uşağa tövsiyəsi. Düzdür, ola bilmədir, amma sırda kimi lazımsına qalır. Söhbət kələbəyidir. Yəni, ağlayırlar 5-ci əsrlər, hansı əsrlər. Sözüm onda yox. Mən səni orada bir mənim ağlıdan bir nüansı oldu. Mən o da demək istəyirəm. İki, kələbənin şərq ölkələrində yayılmasında hansısa bir təşkilat Haşimlər, Şəhmiyardan Haşimlər kanununa gedib, orada ilk dəfə rəsmi şəkildə kələbəni kral ailəsinə təqdim edir. Bizim böyük bir əfsanənin məsajlarıyla. İngiliz hərəkatçısı 2-ci Cəmiyyətinin müştəqə bir şahlandı. Ad günü çağırmış şeyini, ehtimal. Mənə deyirdilər ki, ad günü nə əldə yapmasın? Bir karizanın şəklini çıxar bilməz. 90 yaşında bir karizan, 8 mən 90 yaşında, çəkim onu da hərəkət edebilirsiniz. Onu bir də bağır edir. Kələbəli bir qız, əleyhə tanışır. Burada bir araba adında dövlət həmişə istəyəcək. O təkcə insanların qarşı deyil, o bütün Azərbaycan tarixində yeri olan, izi olan, həmişə xatırlanacaq bir insanlıqda danışmaq. Danışmanın vankarlıqlarında və danışmanın həqiqi sözün həqiqi mənasında bir təhqim alınır. Tək başına
kədərləndirirəm hasil çətinlikləri hesabına yaradır. Narışların o aşıkları məclisini yaradanda Gülü xanımı bilər, Sarı xanımı bilər. Azərbaycanda elə qadınlar, titullu qadınlar, imkanlı qadınlar var ki, o yerə məhz gözlərini tutmuşlar ki, onların adına bağlı olsun. Amma Narışqatının o istedadı, inadı, zəhməti insanlar yaratdı və Azərbaycanda nə qədər aşıq sənətin inkişafında burada töhbələr verir. Azərbaycan aşıq sənətinin ən qüdrətli nümayəndələrindən biri azadlıqdır. Azadlıq hər adamla söz birləşdirməzdir. Azadlıq hər adamla söz değişməsi ölməzdir. Azadlıq narışqatınla aslan gəlir. Bu qədərimizi öyrənən bir şey. Teşekkür ederim. Çok sağ olun, çok minnettarım. Var olun. İndi ise ben söz vermek istedim. Gündoğan gazetenin baş redaktörü Qədir xanım Yüksəliyevaya versin. Bir daha gelen qonaqlarımızı salamlayıram. Hoş gəlmişsiniz Nefsivanımıza. Nefsivanımıza siz tanıdığınız büyük şəxsiyyətlərin adına üz tutub gəlibsiniz və eyni zamanda mən sizin simunuzda bir daha onların o gözəl xatirəsindən qalan izləri görürəm. Bugünləri gözəl bir tədbir yaradırsınız Nefsivanımızda. Gülü xanım dəyərlərimiz, deməli dəyərlərimiz deyərək bir yola çıxdı. Biz edən dəyərlər var. Bunlar əxlaqi dəyərlərdir, mənəvi dəyərlərdir. Bu dəyərlərin içərisində şeir var, söz var. Çünki tanrıdan gələn ilk söz insanları birləşdirən, insanlar bir-birinə ünsiyyət vasitəsi edən, onları bir-birinə anladan sözdür. Amma dəyərlərimizin yerə salınması bu günləri çox vacibdir. Necə ki, Sadiq xanım dedi, biz Avropa deyilik. Əlbəttə deyil, biz yerimizi dəyişməklə, biz lisədə xaricini bilməklə biz Avropa olmarıq və olmamalıyıq da. Biz Azərbaycan vətəndaşıyıq, Azərbaycan qadınıyıq, Azərbaycan kişiləridir, Azərbaycan ziyalılarıdır. Yəni bizim öz adımızdan qabaq Azərbaycanlı adımız var. Ulu Öndər Heydər Əliyev deyirdi ki, mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam. Bu söz o qədər gözəldir ki, mən Azərbaycandan deyəndə onun əsr-əsr, qərinə arxasında o qədər tarixi keçmişimiz dayanır ki, mən deyərdim ki, mən çox bu günləri dinlədikcə sevinirəm ki, bizim ruhu şad olsun Narışqatının ki, onun dəyərli dostları sayəsində daha çox onun qarış-qarış o bir ayağına o çarıq geyinərək, ova gəzdirik geyinərək, ona dəyər verən, qədirləyən insanlar olub. Narışqatın sağlığında Əvvəllər Mədəniyyət İşçisi adına layiq görülmüşdü o və onun əməli həqiqətən də Aşıqlar Məclisinin yaradılmasında çox böyük iz qoymuşdu. Siz çox doğru, düzgün qeyd edərsiniz ki, gələcəkdə ona aid bir gülşənin olması vacibdir və biz də dəstəkləyirik sizin təklifinizi. Çünki insanlar yaşayıb, fəaliyyət göstərir, Gülü xanım dediyi kimi, zaman gəlir, dəyişir, yeni nəsil gəlir. O yeni nəslin əl atıb götürə biləcəyi mənbələr lazımdır, əl atıb götürə biləcəyi bir gülşə lazımdır ki, həmin gülşədən də bugün siz Rivazı adına birliklə çıxdığınız yol kimi həmin yolda olsun ki, həmin bizim gələcək nəsillər həmin yolu təbliğ edə bilsinlər. Mən bu analara özləri bilirlər, yaxın olan adamam. Onların xatirəsində şəhidlərimizin iki kitab yazmışlar. İndi üçüncüsü antiterror şəhidlərimizin kitab üzərində işləyirəm. Şəhid ömrü çox ağırlı ömürdür. Onun hansı tərəfdən təhlil edilmək necə deyərəm, belə ehtiyac ömrüdür. İnsan fədakarlığının ən yüksək zirvəsidir. Bir var ömrü evladına səhv edəsən, bir var ömrü xəstə uşağa səhv edəsən, xəstə anaya səhv edəsən, bir də var ömrünü heç nə demədən insanlığa, xalqa, sülhə, əmnamalığa, gələcəkdə olacaq körəklərin aydın sabahına təsir edəsən. Bu böyük fədakarlıq qarşısında biz daim deyirik ki, biz borcluyuq şəhidlərə, aydın açan səhər üçün, bir millətə gələcəyə sıx aparan cığır üçün, borcluyam mən sənə qardaş, verdin ömrü demədin kaş, vətən dərdi oldu yoldaş, ta iləri gedək dedim, şəhidlərin bizimlə siz. Bu günün sahibisiz, səhərimin, açılan səhərimin sahibisiz. Siz burada qeyd elədiniz ki, mən onların hər birinə
öz həyatından bəhs edən şeirlər təsvirləmişəm. Nəfəsimiz vətəndir kitabında onları təzəssüm etdirmişəm və mən də elə bilirəm ki, az da olsa gələcək nəsillərə həmin şəhid oğulların, anaların xatirələrindən qaynaqlanan bir çeşmə qoya bilmişəm. Güldəf xanım, sizin bugünkü bu əhəmiyyətli tədbirinizə görə mən təşəkkür edirəm. Seydə xanım vurğuladı, 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs fonduna daxil olub bizim tələbayımız. Həqiqətən bu yolda dünya miqyasında Azərbaycan dəyərlərinin tanınması, humanist addımların atılması istiqamətində Cənab Prezident başda olmaqla mən xüsusilə Mehriban xanıma təşəkkürünü bildirirəm və sizə dəstək olaraq bu yolda sizin üçün imkanlar yaradan bütün insanlara, eyni zamanda mədəniyyət nazirliyinə. Çox sağ olun, diqqətinizə görə Allah var eləsin. Sağ olun. Təşəkkür edirəm. Dövlət qurumlarının xüsusilə böyük yolları, elə buradan Azərbaycan Respublikası Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, Neftçala rayon icra hakimiyyətinə və sizdən hər birinizdən bir yenə də təşəkkürümü bildirirəm. Və bu arada biz tədbirlərimizi keçirəndə, hər zaman qeyd edəndə mütləq şəhidlərimizi anırıq, yada salırıq, tədbirin ilə ortasında, əvvəlində, sonunda bu mövzulara həmişə toxunuruq. Ona görə də nə tədbiri olur olsun, elə bizim tədbirlərimiz vətənpərvərlik mövzusunda olur. Mən niyə qalxdım mənə? Deməli məzələri. Kəlağayı muzeyində 200 kəlağayı var. Bu kəlağayılar ki, belə baxırsınız, görünür, çoxdur, gözəldir, qəşəngdir. Hamısı kimin nənəsinin, kimin anasının sandıqda qorunan kəlağaylardır. Bugün də qorunur. Hamısı göz oxşur, körül açır, rəngləri, rəngçiləri, ortaları, gülləri gözəldir. Ancaq 2 kəlağayı var. Qəmli kəlağayı. Niyə qəmli kəlağayı? Şəhidlərimizin nişanlısına qismət olmayan nənələrinin qızlarına veriblər ki, bunu zalim nişanlısına verirsiniz. Mən nənə kəlağayımdır və zaman 44 günlük Vətən müharibəsində şəhid olur. Bugün bu kəlağayı muzeydə qorunur. Şəhid Salih Əliyevin nənəsinin Ağzəkiyə şalıdır. Nişanlısına qismət olmayıb, getdik 44 günlük Vətən müharibəsində şəhid oldu və bugün kəlağaylar muzeydə qorunur. Nə demək istəyirəm? Biz Azərbaycan xalqıyıq. Bizim adət-ənənəmiz, milli mentalitetimiz var. Qızlar gəlin keçəndə atalar Quran altından keçirlər ki, getdiyin ocağa sədaqətli ol, səni bu Qurana ant edir. Ağlı ol, kamallı ol, söz-söhbət gəzdirmə. Onun altında ata ürəyindən nələr keçən fikirlər var. O adi bir ötəri bir şey deyil ki, Quran altından keçdi. Atanın arzularıdır, görün ata nə deyil, siz o Quran altından keçin. Və mən inanıram ki, həmin o bizim Kəmərbəstə qızlarımız, Azərbaycan gözəlləri, bax o xanımlar, nənələrə bənzəyir. Və gəlib əlinizi bir sədaqət rəmzi olaraq, şəhidlərimizə ehtiram əlamat olaraq, gəlib əlinizi kəlağayıya da basır. Bir-birinizə sədaqət olacaqsınız və mən buna inanıram. Bizim əziz şairimiz Brilliant Atəş həmin şəhidimizə şeir də yazır. Şeirin adına gəlib kəlağayı qoyur. Bugün onun da burada bu kitabının elə təqdimatıdır. 26 noyabr Azərbaycan kəlağayısı gününə töhfə olaraq getmişlər. Sabaha yol kəlağayı. Günlər Fətişkanı, buyurun. Sizin adınız şəkili. Yəni, çıxışında edin, oradan edin ki, keçin geçirlər. Sizlər nəsə yardımcı olun. Biraz donumuz. Əziz Neftçalılar, sizin hər birinizi ürəkdən salamlayıram. Öz növbəmdə hər birinizə əziyyət çəkib bir görüşə gəldiyiniz üçün təşəkkür edirəm. Biraz şəhid anaları olan yerdə mənim nitqim tutulur. Bizim ulu nənəmiz Tomris anaya xəbər çatdı ki, düşmən sizin oğlunuzu istəyir. Dedi, gedin verin. Verdilər oğlunu
qayıtdı, gəldi, dedi, xəbər çatdı. Cəlsi ki, indi sizin atınızı istəyirlər. Dedi, gedim onu da verin. Cəlsi bir də gəldi, dedi, torpağımızın ilk hissəsini istəyirlər. Dedi, gözəl ərənlər, ərlər, sırağa saldı. Yəni, torpaq ana üçün, insan üçün, o torpaqda doğulan hər kəs üçün o qədər müqəddəsdir. Qazan xanın obasını yağmaladılar, yardılar, özünü tutdular, oğlunu 40 qızla Burla xatunu əsir etdilər və əmr elədilər ki, Qazan xanın oğlunu tikələsinlər, pişirsinlər və onu anasına yedirsinlər. Bunu eşidən Burla xatun 40 qızın içində ahva elədi. Hamı eyni vəziyyətə düşdü ki, Burla xatun hamı anadır və hamı da Burla xatunla eyni səviyyədədir, eyni cür əsirlikdədir. Onun halına yandılar, şərik oldular dərdinə. Mən necə yiyəcəm oğlumun əmrini, dedi Burla xatun. Oğlu oradan dedi, anam mənim, başqaları mənim əmrimdən bir yiyəndə, sən 5 yiyin. Bax, bu analar bu analar. Mən bana baxdım, gözümə savaşdı, ama dodağını dişimlə tutuldu. Bəli, bizim Azərbaycan analarımız dodağını dişimlə tutub, dərdini bürüzə verməyib, vətəni şey görməyə çalışıb, düşmənə özünün qəmini, kədərini, göz yaşını göstərməyib, sevilməsin düşmən. Həkiməni vurdu şərəf. Bizim bu nənələrimizin, analarımızın simvolu olan Kadalayımızı hələ ərsəyə gətirib, ortalığa çıxardıb, təsəvvür edən ki, uşaqdan yuxarı qar yağıb eşiyə, hamı istədiyi yerə getməlidir, iz yoxdur. Birinci dəfə o qarı yağan təsəvvür edən kimdir? Hansı əziyyəti çəkir, sonra onun dalınla gedənlər hansı əziyyəti çəkir. Deməli, birinci qarı yaran bizim Güllü xanımdır bu sahədə. Onu dağınla gedənlər onun izinlə gedir. Çox asandır. Hələ bəlkə də heç bacarmırlar getməyi. Bir Həcər qeyrəti görürəm. Bir nigar məhəbbəti görürəm. Vətəninə, elinə, obasına, xalqına, milli dəyərlərinə sadiq bir Azərbaycan qadınının bütün simasını görürəm. Və bunun üçün ona təşəkkür edirik ki, bu dəyərlərimizi qiymətləndirir və bu dəyərlərin içərisində hansı qollara toxunur, hansı anlara toxunur, hansı məqamlara toxunur və özünün böyük ürəyini bir daha açıb bu xalqa, bu millətə, bu vətənə tövbə edir. Bir neçə nə bilim, hansı mövzuda sabit demək istəmirəm hər saat mən, amma bir şeir demək istəyirəm, bilmirəm hansı mövzuda deyəm. Biraz qəmləndik, kədərləndik. Nə qədər yaşasaq, başımız üstə. Ağsaqqal nəfəsi gözəl deyilmi? Ataq bu dünyanın dərdi qəmini yaşamaq həvəsi gözəl deyilmi? Boz ayrığın kişnəməsi səda salır dağa, daşa. Başda durmaq qara papa, babam çıxır yalçın qaşa. Boz atı ilə, qara qartal görkəmində boz atı ilə durub qoşa. Cana gəlir, örtüləndə, qoyulanda dürüst başa. Nənəmin kəlamayısı, babamın qara. Ateş dönüb keçmişinə, bu gününə nəzər salır. Xəyalların qucağında canlı üştmə alır. Gəl sandı
sandıqda ustam olur, gah da muzeylərdə qalır. O bəxtəfər günlərini yada salır, fikrə qalır. Nənəmin kalabayısı, babamın qara papağı, sizlərə kalabayı ömrü, papaqlılar arzulayıram. Var olasınız. Teşekkür ederim Mehmet Hanım, çok sağ olun. Ben Nazlı. Biz 2019-cu ildə rəsmi qeydiyyatdan keçdik və Kəlayi haqqında düz 4 dəfə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqəsində qalib olduq. Keçən il düşündüm ki, ulu babaların ruhu bizdən incəyə, bizim milli papaqlarımız olur, kişi papaqlarımız olur, Azərbaycan kişilərinin papaq başında hər zaman bir qeyrət simvolu olubdur. Papağımızı təbliğ edək və bu haqda layihə verdik. Milli baş geyinə və örtüklər layihəmiz qrant müsabiqəsində qalib oldu və milli papaqlarımızı təbliğ etdik. Və bu da çox duyğulu məqamlardır. Şair Mədəd Bəhbub yazır ki, bu millətin torpağıdır Qarabağ. Bu millətin torpağını qaytarır. Bu millətin papağıdır Qarabağ. Bu millətin papağını qaytarır. Və bizim o şəhid balalarımız Qarabağımızı, papağımızı qaytarır. Azərbaycan kişiləri üzünü sizlərə tuturan və o papağımızın da məqamı gəlirdir. O şəhid balalarımız sizə o ixtiyarı, o haqqı, o qürur verir ki, o milli papaqlarımız da başımızda artıq baş tacı kimi görünməlidir. Zəlimxan Yaqub yazır ki, mən papaq deyəndə ata yurduna sonsuz sədaqəti salıram ya da ana bacıların ər vəfasına namusu qeyrəti salıram ya da. Necə sevinərdik qoca görəndə papağa hörməti salıram ya da oynamır qamçısı kişinə qıradır. Azərbaycan kişilər. Gözümə az deyil qara papağa. Və mən inanıram ki, o məqam da gələcək. Məktəblərdə o qədər gözəl təlim edirlər ki, mən tədbirlərdə bəzən yaşlı bir insana yaxınlaşarım ki, bu papağı başınıza qoyub, elə belə qaçırlar ki, yox, ayıb deyil, papaq. Körpə babalar gələcəkdir, onlar o papaqlardan şəslə istifadə edəcəklər və o haqqı bizə şəhidlərimiz gelir. Çünki kişilər papağın başına qoymağa utanırlar ki, torpaq papaq əldən gelir. Biz papağı başımızda necə gələkdir? Papaq bizim kişilərin qeyrət simvoludur. Biz bunu unutmamalıyıq. O nələdə babamın papağı, nələmin Kəlalayı çıxartlarında araya ərsəyə gətirdik və meydanı musiqiyə verək. Buyursun Nurəlli Səhərə Yüksəlova. Buyursun. Teşekkür ederim.
gözəl musiqi. Tabii ki, biz de eksiklik. İndi isə mən söz vermək istəyirəm. Neftçalaq ziyalısı, şair Fərhad Əzizbəyli. Buyurun, tanıqlarını xoş gördünüz. Məndən əvvəl çıxış edənlər bu qədər maraqlı, təsirli çıxış edənlər ki, əslində deyirdim ki, kəşflərin caddan çıxıydı. Çünki bundan əvvəlki danışanlar hər şey istəyir. Baş örtüyü qadınlarımızın həmişə qisməti, həyasını sınır. Saadət xanım danışdı, haralarda işlənirdi. Bəylərin tərif olanda gəlinlər qollarına kəlalayı bağlanır. Ananın neçə oğlu var idisə, neçə qızı var idisə, onların adına kəlalayı saxlayırdı. Ancaq bir burada qara kəlalayı gördüm, onu da deyəcəm. Və bir də nənələrimizin bir qara kəlalayısı olurdu ki, mağafasının üstünü örtməyə. Məsələdə bunu xatırladı. Burada şəhidləri satırlanır. Ən çox şəhid haqqında şehir edilməklə Azərbaycanda Qədir haqqıdır. Onu qədər şəhidlərə şehir həsinlər yazılır. Şəhidlər zülətə çox yazılır. Mən də bu qayıma yazmışam, çox bir şeylər yazmışam. Və onların evlərlə görüşəndə tək yerə bilmirdi, etibarlarını bilmirdi. Onun onunla yazılar orada şahidin ki, onların xatirlərinə, onların dərdlərində dediyi yerlərini almalıdır. Sağ milli qəhrəman Sadıq Muradov haqqında vətən sevgilisi Cəmal İsmailov Atayev. Çünki Cəmal İsmailovun valideynlərinin müəllim olmuşam. Onun qaynanasının müəllim olmuşam. Çox ağırdır, çox ağırdır. Biz həmişə ana vətən demişik. Sən demə, vətən anadan da əzizdir. Sən demə, vətən övladdan da şirindir. Sən demə, vətən yardan da sevinmiş. Vətən anadan əziz, vətən övladdan şirin, vətən yardan əziz, sevimli, vətən uzaq bir yerim. Burada Nazım Haqırın xatırlandı. Neftçalada 50 ildən artıqdır ki, Xəzər nəğmələri ədəbi məclisi fəaliyyət göstərir. İlk kəlalar ilə Aşqar məclisidir. Həmin Aşqar məclisi keçirlər, səbəz aydınlığı həmisi hamıda televizyon qarşısına toxlaşaq görməmizdə baxsındır. Biz tələbə olan vaxtı ən məşhur bir mahnı var idi. Evimizə gəlin gəlir. Sözləri Rivayət Dilmazi, musiqisi Anabazı Rızayeva. Yəni, biz o vaxt çox görüşlər olardı və mələk kimi, bəstəvor, kəfətə kimi uçan Rivayət Dilmazini doğru görərdik. Səkinə xanım, öz oğlunu çiynində aparan Səkinə xanım, Nargül, qardaşını və həyat yoldaşını çiynində aparan Nargül. Şəhidlərimizin şəhid olandan sonra 103 övladı doğuldu. Bu 103 övlad haqqında yadigarlar mən toyunda yazmışım. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mən şahid edildim, sonra mən şehir edəcəm. Çünki burada şeylər verir, bizim xalqlarımız göstərsəsinə, Qaboşanın mənkul olan söyləyici. Var olun, sağ olun, hoş gəldiniz, hər şey görəsin. Çok sağ olun. Kəlalayı Muzeyi yaratdıq və indi isə bir folklor qrupu yaratmışıq. Folklor qrupunun nəzdində bizim cəhrəmiz, nəhrəmiz, səhəngimiz, sandığımız, xalça, toxma, bunların hamısı burada əyani göstərdi
və İlahi Öməroğlu Səadət xanım qardaşı bir cəhrə düzəltdi. Ona görə ki, cəhrələrin hamısı nənələrdən qalmadı, artıq işlər vəziyyətdə deyil. Bizə də lazımdır ki, bu gənc nəslə bunu necə yolundan ip alındığını göstərmək lazımdır. Sağ olsun, Borçalı mahalında dünyaya göz açan Hənfə xanım İlahi Öməroğlu düzəltdiyi o cəhrəni işə saldı. 26 noyabr Azərbaycan Kəlağayı sinifində Rəşid Beyqorada mahnı teatrında Kəlağayı bayramını qeyd etdik və 2 saat ərzində oturaqlı vəziyyətdə o bardaş qurmaq deyirlər. 2 saatın cəhrəni o qədər orada belə ip alınırdı ki, çox maraqla qarşılandı. Özdəki şairdir. Hənfə Şərdən buyursun. Mən də Dilvacib Teyzi Məclisi adından Yekçala torpağını, Yekçalanın torpağının evlatlarını salamlayıram. Arzuları yarımçıq qalmış şəhid analarına Allahdan səbr diləyirəm. Bir şey söyləyəcəm, mənim şeyim tədbir olaraq şəhid olmuş oğullarımızın, yoldaşlarının adından yazmışam. Xəzan gətirdin ömrümə, solan yanağım üşüyür. Özüm isindim günümə, sinəmdə dağım üşüyür. Soba yanır otağımda, yaş quruyub yanağımda. Gül qoxulu yatağımda, sənsiz qucağım üşüyür. Hər günüm bir sarı yarpaq, yerə düşüb olur torpaq. Ləkəklərim solub çılpaq, qalan budağım üşüyür. Azalıb sevgidən payım, aparmısan hay harayım. Bilmirəm hansını sayım, evim otağım üşüyür. Səssiz qulağım üşüyür, səssiz qulağım üşüyür. Sağ olun. Çok sağ olun. Ben mezlerimden kalan güzel şairi, güzel şiirler var. Ancak o yeni bir yoldadır. Bu folklorumuzu çok güzel tercih edenlerden. Təsəvvür edin ki, bu neçə yaşınızda həm babanızdır? Neçə yaşınızda? 67. 17 yaşında cəhrələyirmişdir. Bir də 67 yaşında cəhrələyirmiş. 50 il fasilə verməklə o cəhrəni necə gözəl işlərdi. Maraqlı burasıdır ki, o cəhrəni işlədi bilən bir kəslər yoxdur. Sağ olsun ki, Hənfə xanım onu gözəl internetdə var. Nənəmin cəhrəsi yazın, həmin bu xanım görəcəksiniz, necə gözəl o cəhrəni əyilib bir tənərə gətirir. Uğurlar arzulayıram, çox sağ olun. İndi isə sözü Heydər Əliyev Mərkəzinin əməkdaşı Şövkət Əliyevə verir. Buyursun, özdə də gözəllik Kəlağayısı ilə bərabər. Kəlağayısı gözəl təbliğatçısı və eşitdiyimə görə, bildiyimə görə bağlısınız. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, hər birinizi salamlayıram. Bugün buraya yığışmağımızın səbəbi milli irsimizin ən zərif nümunələrindən olan Kəlağayını təbliğ etmək, Kəlağayı haqqında danışmaqdır. Qadının başının örpəyi olan Kəlağayı əsrlər boyu Azərbaycan qadının zərifliyini, saflığını, mənəviyyatını simvolizə edən bir sənət nümunəsidir. Kəlağayı qadının zərifliyinin bir mirasıdır. Hər bir naxşı isə bölgələrimizin tarixini özündə daşıyır. Azərbaycan qadının qürurla daşıdığı Kəlağayı Azərbaycan tarixini özündə daşıyır desək yanılmarıq. Bayaq da söylənildiyi kimi qədim dövrlərdə qadınlar baş örtəyini başından açıb yerə atdıqda və yaxud da nizənin ucuna ağ Kəlağayını sancıb yuxarı qaldırdıqda bu müharibənin sonu demək idi. Sülh və təslimiyyət rəmzi hesab olunurdu və həmin tərəfə toxunmamalı və müharibə sonlanmalı idi. Kəlağayı 1862-ci ildə Londonda keçirilən Ümumdünya Festivalında ilk dəfə olaraq sərgiləndi və orada Baskal ustalarından olan Nəsir Abdüləziz oğlu Azərbaycan ipəyi və Kəlağayısı ilə həmin festivala qatıldı və gümüş medal və tərkiblərlə geri döndü. Maraqlısı isə burasında idi ki, mən bir yerdə oxumuşdum ki, o həmin festivaldan olan təəssüratlarını izləyiciləri ilə belə bölüşmüşdü ki, mən orada İngilis qadınlarına mat-məətəl qaldım, çünki onlar digər millətlərdən olan xanımlara Kəlağayını belə təqdim etməyə imkan verməmiş, hamısını alıb qutarmışdılar. Bu isə Kəlağayıya olan dünyəvi dəyərin bir nümunəsi idi. İnanıram ki, bundan sonra da Kəlağayı gənc nəsillərə
ötürlər və gənc nəsillər Kəlağaydan sevərək fəxrlə istifadə edərlər. Belə tədbirlərin keçirilməsi milli dəyərimizin gələcək nəsillərə ötürülməsi üçün çox vacib bir təbliğatdır. Bunun üçün belə tədbirlər təşkil edən hər kəsə dərin təşəkkürümü bildirirəm. O cümlədən də Mirvari Dilbazi İctimai Poeziya Birliyinə dərin təşəkkürümü bildirir. İşlərində uğurlar arzulayıram. Diqqətiniz üçün minnətdarım. Şövkət xanım, çox təşəkkür edirəm. Kimsə çıxış etmək istəyirsə, əziz xanımlar, iştirak edə bilərsiniz. Sözü varsa buyursun. Var mı? Və bu tədbirdə bizə dəstək olan Prezident Administrasiyasına, Neftçala rayon icra hakimiyyətinə, bu məkana, bizim gözəl Səidə xanım və hər birinizə təşəkkür edirəm və sondan mən sözü Səadət xanıma verirəm və bununla da tədbirimiz sona yekunlaşır. Təşəkkür edirəm. Buyurun Səadət xanım. Azərbaycan şöbəsində dərs alır və bugün tanınmış şairdir, Gürcistanın şərəf ordunu şairi. Buyurun Səadət xanım. Bir görüş çox yadda qalan bir görüş oldu. Mən Neftçalını çox istəyirəm. Nəyəsə xatirini danışmıram. Çünki burada mənim 40 illik Narıc Qafil kimi vəfalı, sədaqətli dostum oldu. O Neftçalanın cəmaatınla o qədər fəxr edərdi ki, inanın dərdi ki, bizim işlər çox ağırdır, bizim qadınlar xanım xatındır. Ay bu tabi bizim aləmimiz başqa bir aləmdir, saf deyilik, bir-birimizi aldatmıyırıq, qeybət eləmirik. O qədər ürəklə danışardı ki, Allah ona rəhmət eləsin. Bugün burada oturan o cavanlara sözüm, ay cavanlar, may qulaq asın, qadanız alayım. Sizi internet özünüzdən uzaqlaşdırır. Elə olmaz. Yenə deyirəm, bizim özümüzün ədət-ənənəmiz var, ədət-ənənəmizlə yaşayın. Mən 8-ci sinifdə olanda, gənclər sizə deyirəm, asılmır nənəmiz adı, yığılmır başına yolçunun adı, boşalmır, xurcunu dolmur, dərmancı göylərəm çıxır barı. Cəngilər başlayır, cəngi havasız, şəhərlər asaksız, gidip qalasız, doğulur atası, doğulur anasız, yetimlə doğulur. Utayanların için yaşlı kişilər, necə oldu? Axır yaşlı kişilər. Gün kimi dağlardan açlı kişilər, uzalı qalıqdır oğlu dünyanın, uzalı qalıqdır əli dünyanın. Allah sizə can sağlığı. İstəməyəsinizdə olsun. Kesinliklə dərsiniz. Sağ olun. Çok sağ olun.